Salam tünetler. Bu videoda Fiskalın Keças blok imtihanda karşınıza çıkabilecek 3 soru sual tümüne bakacağız. Sola bir atmatik bir şekilde izah edeceğim ki sola daha rahat ve daha etraflı bir şekilde başlayabilirsiniz. Bir hatırlatma da edeyim ki eğer böyle videoların davamını sizsə video beğenmeyi, kanala abone olmağı ve videolar aşağı yazmayı unutmayın. Bunu etməylə mənə çox böyük dəstək olmuş olarsınız. Hər bizi çox sevirəm. O zaman vaxt itirmədən başlayaq. Deməli önce birinci sorumuzda da metal rezistansı nəyə qədər qızdırsa voltmetr ampermetrlə göstərişi nə cür dəyişir? Deməli bu soru bu termin sorudur. Bunu buradan bilək. Bizə resor üzərində dəyişiklik soruşduğu üçün burada termis üzərində müqavimət dəyişməsi var. Bunlar heç biri baş vermir. Yəni qısaca burada termis bərabərdir konstanta. Bunu buradan bildik. İndi keçək resor. Resor deyir ki qızdırsa, yəni temperatur artır. Temperatur artırsa biz də bir ki resor nədir? Metaldır. Metalda biz bilirik ki temperatur müqavimətin düz asısı. Yəni temperatur artırsa müqavimət artır. Bunu buradan bildik. İndi ümumi cərəyan şiddətinə baxsa ümumi bərabər nəyə? Deməli U bölünsün neçə elə. Bunu buradan bildik. İndi biz de bilirik ki müqavimət artır. Bu artırsa demək ümumi cərəyan şiddəti nə olur? Azalır. Bunu buradan bildik. Onda indi biz burada gəlin U2 uyğun gərginlik düzsün yazsa, deməli U2 bərabər deməli I2 vurulsun nəyə? Termisora. Biz də bilirik ki ümumi cərəyan şiddəti nə olub? Azalıb. Azalıbsa deməli burada da azalır. Biz də bilirik ki U2 I2 ilə düz asır. Yəni bu azalıbsa bu da avtomatik olaraq azalacaq. İndi mən burada U2 ilə U1'i mən burada çəkmiş olsam, dedik ki U2 gərginliyi olub azalıb. Azalırsa deməli burada da azalacaq. Ümumi U da nədir? Konstantdır. İndi əgər bu azalırsa, bunun artması lazımdır ki, yəni U1'in artması lazımdır ki, ümumi gərginlik, yəni U konstant olmuş olsun. Deməli U2 azalacaq, U1 artacaq, O da böyle konstant olacaq. Bəs indi bir dənə sual verə bilərsiniz ki, biz niyə ilk öncə U2 üzərində dəyişiklik etdik? Əgər biz cərəyan şiddətinin azalmasını tapdıqdan sonra, əgər biz cərəyan şiddətinin azalmasını tapdıqsa, deməli biz burada müqavimət dəyişmə olan hissəyə baxmalıyıq ki, həmin o müqavimət dəyişmə olan hissədə gərginliyi tapıb, yəni gərginliyin artıb azalmasını tapıb, onu tapandan sonra əgər biz bilsək ki U2 azalır, onda biz onun konstant olma şərtindən biz bilə bilərik ki, U1 də artmış olur. Onda biz belə deyə bilərik ki, U2 azalır, U1 artar, ümumi cərəyan şiddəti ümumidə isə azalmış olur. Onda cavabımız belə olacaq. U1 artar, U2 azalar, ampermetrin göstəricisi azalar. Deməli cavabımız olacağına A variantı. İndi keçək növbəti sualımıza. Sonraki sualımızda ikinci sualda və çıxışı 0,45 və 10-18 joule olan metaldan elektron qopması üçün onun minimal sürəti nəyə bərabər olmalıdır? Deməli ilk öncə biz burada nəyi yazırıq? Yekinetik bərabərdir, mv kvadrat bölü 2. Bunu buradan bildik. Və çıxış nədir? Çıxış işte A çıxış kimi işarədir. İndi bu da enerji olduğu üçün, yəni A çıxış da enerji, yekinetik enerji olduğu üçün mən A çıxış bərabərli yekinetik yaza bilərəm. O da bərabər nəyə? mv kvadrat bölünsün 2. Onda mən buradan A çıxış bərabərli mv kvadrat bölünsün 2 yaza bilərəm. Yəni belə yazarım. Deməli A çıxış bərabər nə? mv kvadrat bölü 2. Bunu buradan bildim. İndi mən buradan sürəti tapmış olsam, deməli V bərabərdir kök altında kvadrat olduğu üçün kökdən alınan və V'ni tapmaq üçün 2'ni vuram A çıxışa bölünməmə. Yəni belə yazsam, deməli 2A çıxış bölünsün nə? M. İndi burada indi kəmiyyətdən 1 hesab edelim. 2 vuraq. Enerji nə qədər idi? 0,45 vuraq. 10⁻31. Bölünsün nə? M. M bizə kütlə nə qədərdir? Baxırıq buradan. Kütlə 9⁻31. Yazsam buraya 9⁻31. Dəqiqə diqqətli bir şəkildə hesablayaq. Bir dəqiqə. Yox, enerjimiz 0,45 10⁻18'dir. Buraya yazdım 18. Bu da nədir? 9⁻31. Birdən diqqətli baxaq. Hə, 9⁻31. Deməli 9 vurulsun 10⁻31. Deməli burada bir hesablamış olsam, baxın 2'ni 0,45'e vuranda bu bizə verir 0,9. Onda mən bunu belə yaza bilərəm. Bərabərdir. Deməli 0,9 belə yazıb 9⁻10⁻1. Deməli altda qalır 9 olduğu kimi qalır. Deməli 10⁻31 qalxır yuxarı olur 10⁻31. 10⁻31 nədir? 10⁻18 gedir xısara qalır neçə? 10⁻13. Buraya yazıram 10⁻13. O da bərabərdir. Burada baxın 9'dan 9 ixtisara gedir. 10⁻1 10⁻13. Qaldı nə? 10⁻12. Deməli qalacaq nə? 10⁻12. Bir dəqiqə uşaqlar. Deməli qalacaq nə? 10⁻12. Deməli o da bərabərdir. Buradan 2 ilə bu ixtisara gedir. Qalır burada 10⁻6. 10⁻6 nə? Metr bölək saniyə. Bizə bilir ki, bizə soruşur ki burada meqanan. Bizə bilir ki 1 megametr, bax buraya yazın. 1 megametr bölü saniyə bərabər nəyə? 10⁻6 metr bölünsün saniyə. Elə deyilmi? Onda mən bunu belə kimi yazmış oluram. 10⁻6 metr bölü saniyə bərabərdir. 10⁻6 vurulsun 1. O da bərabərdir. Deməli 10⁻6 mega olduğu üçün olur 1 megametr bölünsün saniyə. Deməli cavabımız olacaq 1 megametr bölünsün saniyə. Buraya yazaq. 1. İndi keçək növbəti sualımıza.
Son sorumuzun 3-cü sualında Resolvit termik soyuqluqda amper bitmə göstərişi nə cür dəyişər? Demək ki, biz burada baxın nəyə? Birinci biz burada bilirik ki, I1 uyğun gərginliyi U1-dir, I2 uyğun gərginliyi nə qədərdir? U2-dir. Biz bilirik ki, bu ikisi isə bir-birinə paralel qoşulub. Əgər bu ikisi isə bir-birinə paralel qoşulubsa, onu belə yaza bilərəm. Burada gərginliklə bərabər, yəni U1 bərabər U2, o da bərabərdir U-ya. Bunu buradan bildim. İndi I1 uyğun burada cəryan şəkli düzsün yazsam, onda belə kimcə olmuş olur? I1 bərabər, deməli U1 bölünsün nə? R. O da bərabər nəyə? O bölünsün R-ə. Bunu buradan bildim. İndi I2 uyğun cəryan şəkli düzsün yazmış olsam, I2 bərabər deməli U2 bölünsün. Termistor olduğu üçün artıq buraya nə yazım? R termistor. Yəni yazım belə R termistor. Deməli, o da bərabərdir. U bölünsün R termistor. Bunu buradan bildim. İndi bizə deyir ki, burada Resolvit termistor deyir soyuqluqda. İndi burada da soyuduram, yəni temperaturu azaldıram. Burada da soyuduram, temperaturu azaldıram. Elə deyilmi? İndi mən burada ilk öncə baxım nəyə? Mən bilək ki, bu rezistordur, yəni metaldır. Metallar da biz bilirik ki, metallarda müqavimət temperaturlar düz asılır. Yəni temperatur azalırsa müqavimət azalır. İndi baxıram burada termistora. Termistor isə yarımkeç cihazı. Yarımkeç cihazda da biz bilirik ki, temperatur müqavimətindən tərs asılıdır. Yəni qısaca temperatur azalırsa müqavimət artacaq. Onda deməli, əgər burada müqavimət azalırsa belə yazalım. Müqavimət azalıb. Onda I R-dən tərs asılıdır. Yəni qısaca müqavimət azalıbsa, I-nin artması lazımdır ki, ümumi gərginlik konstant olmuş olsun. Yəni qısaca I R-dən, yəni məxarici kəmiyyədən tərs asılıdır. R azalıbsa I artır. İndi buradan baxırıq I2-yə. Mən də bilirəm ki, burada rezistor müqaviməti nə oldu? Daha sonra termistor müqaviməti nə oldu? Artdı. Artıbsa, demək onda belə ki, burada da artır. Onda belə ki, I2 ilə termistorun tərs asılıdır. Yəni qısaca termistor artıbsa, deməli I2 də azalmış olacaq. Onda deməli I1 artar, I2 azalar. O da harda var? I1 artar, I2 azalar, yəni D variantında var. Belki bu videoyu fizikın ikinci şans blokunda qarşıda çıxabiləcək 3 variant sual tiplərinə baxdıq. Suala bir addım bir şəkildə izah edin ki, suala daha rahat və daha ətraflı bir şəkildə başa düşə bilərsiniz. Ümid edirəm ki, bu video sizə çox faydalı oldu. Əgər belə videoların davamını istəyirsinizsə, video bəyənməyi, kanala abunə olmağı və videolar şərh yazmağı unutmayın. Bunu etməklə mənə çox böyük bir dəstək olmuş olarsınız. Hər birinizi çox sevirəm. Növbəti videolarda görüşəndək sağ olun, salamatçılıqla qalın.